Biz Parisdə Luvr muzeyindəyik. Delacroix'ın xalqa yol göstərən və yaxud da Azadlıq barikadaları adlanan tablosunun önündəyik. Bu əsər muzey kolleksiyasının tarixən ən önəmli nümunələrindən sayılır. Tablo 1830-cu ildə Parisin küçələrindəki inqilabı göstərir. Burada dağınıq, müvəqqəti barikada görürük ən başlıca. Burada yaxından rəsmdən baxdıqda mebel qırıntıları, at arabasının qırıntısı, çoxlu parket daşlarından barikada yığılmış kimi görürük. Mərkəzi planda isə bir fiqur yüksəlir. Yəni burada reallıqla xəyal iç-içə görsənilir. Bu qadın fiquru, yəni azadlıq simvoludur. Azadlığı simvollaşdırır fiqur. Daha doğrusu əlində 3 rəngli fransız bayrağı tutub və bunu biz məsələn ABŞ-dakı azadlıq heykəlində də nümunə göstərə bilərik. Yəni qadının azadlıq rəmzinə çevrilməsini. Bu sadəcə etirazı göstərmir. Daha qaranlıq, qanlı dövrü də göstərməyə çalışır. Ön planın hər iki tərəfində həm xalqın, həm də kral qüvvələrinin ölmüş döyüşçüləri yer alıb gördüyünüz kimi. Soldakı fiqur zülmə məruz qalmış birini təsvir olunub burada. Diqqətlə baxsaq, onun gecə paltarlı olduğunu görərik. Bu isə göstərir ki, həmin rejimdə gecə saatlarında insanların evinə hücum edib, onları döyüb, çölə sürükləyib atırlar. Cəmaatın qarşısına təhqir edirdilər. Yəni bu onu göstərir. Bu digər tərəfində isə kraliyyət qüvvələrinin məğlub edilməz olduğunu göstərmək üçün onların da birindən kral əsgərlərin də birinin ölmüş formasını göstərir. Biz onun geyimindən tanıya bilirik. Qadının bir əlində isə bayraqdan dedi, bir əlində isə tüfəng tutub. Barikadanı aşırmış kimi göstərilmişdir. Delacroix ideallaşdırılmış bir qadın obrazıdır. Yəni ki, real həyatda olan bir qadını deyil. Hansı ki, antik Yunanlarda qadınlar və allahların, qadın allahlarının forması, yəni döşə sinəsi yarı çılpaq vəziyyətdə verilməsi, burada ana, qadın obrazı, vətən obrazı verilmə formasıdır bu. Delacroix da burada yəni qadını ideallaşdırıb, deyir ki, bu sadəcə azadlığın rəmzidir. Real həyatdakı bir qadından əlaqəsi yoxdur. Bu qadının başında azadlıq və inqilabın rəmzi olan Frigiya papağı da var. Frigiya papağı nə üçün azadlıq rəmzidir? O dövrdə qullar azad olunarkən bu formada papaq, yəni Frigiya papağı başlarına taxardılar. Buna görə də rəssam bu papağı azadlıq, inqilab rəmzi kimi buradakı qadını da başına qoymuşdur. Delacroix tabloda çox fərqli tipləri də yer verir. Burada 30-cu il inqilabında iştirak etmiş fərqli sosial təbəqədən olan insanları görə bilərik. Həmin qadının aşağı hissəsinə biraz baxdıqda, yəni ümumiyyətlə rəsm piramida formasında gedir. Yəni bu da bilinir ki, rəssam tərəfindən şuurlu şəkildə düzəldilib, kompozisiya qurulub. Burada şlyapa kişi, burjuaziyanı görürük, orta təbəqəni təmsil eləyir. Və burada güman olunurdu ki, bir çox mənbələrdə gah deyirlər ki, burada özünü, öz avtoportretini və yaxud da inqilablarda iştirak etmiş bir dostunun simasını xatırladır və adı yadımdan çıxmış bir şəxs də var idi ki, hansı ki bizə lazım deyil bunlar. Bizim kitabımızda yalnız Delacroix'ın öz avtoportreti olduğu gümanı verilib. Daha sonra onun yanında köynəkli bir kişi vardır, bir işçidir. Bu da aşağı təbəqədən bir işçi olduğunu göstərib. Bu əsərin kompozisiyasında insanlar dərinlikdən doğru tamaşaçıya doğru gəlir. Dərinlikdən tamaşaçıya doğru gəlir. Yəni insan toplusu, inqilabçılar tamaşaçıya doğru gələrək genişləndirirlər. Delacroix'ın bu əsərini Kral Louis alır və oradakı sosial mesajı görərək qorxur və bunu xalqın içinə çıxartmır. Yəni burada azadlıq uğrunda xalqın ayağa qalxmasından, bu rəsmi görüb həvəslənməsindən qorxaraq onu hələ neçə illər gizli saxlayır. Bu inqilabdan sonra üzə çıxır. Əgər tablonun ən sağ tərəfində baxsanız, arxada çox kiçik bir formada mənzərə verir. Burada Notre Dame, bildiyimiz o Notre Dame kilsəsinin çox az bir hissəsi düşüb. Yəni 2 gülləsini seçmək olur. Diqqətlə baxında, indi bu rəsmlərdə siz yaxşı görə bilmərsiniz bəlkə də. Burada 3 rəngli bayrağın belə dalğalandığını təsvir edilmişdir burada.